Deməli, bizim reabilitasiya mərkəzi, İnşaatın reabilitasiya mərkəzidir. Mənim adım Kifayət Cəfərov. Biz də həmkarlar kimi narkoman müalicə aparır, reabilitasiya məşğul olunur. Həmkarlarım çox gözəl vurguladı. Mən də istəyərdim ki, mənlə gələn uşaqlarla bunları göstərim və bunlar haqqında bir son məlumat edim ki, cəmiyyət üçün ümumi olsun və tövsiyə olsun. Deməli, mənlə gələn 3 nəfər var. 3 nəfər fərqli uşaqlardır. Bizə fərqli uşaqlardır. Deməli, bunlar qardaşımız Sambo üzrə həkim Yomalı və narkomaniya təmizləyici. 5 qardaşımız döyüşlərdə iştirak edib, aprel döyüşlərində 44 günlük müharibədə iştirak edib və Əli belə deyirlər, bir oxumuş bir uşaqdır. 3 qardaş, üçü də narkotik qardaş. Bu da onu göstərir ki, fərqi yoxdur. Kimliyindən asılı olmayaraq, hər bir kəs bu bəlaya dulçar ola bilər. Ona görə tövsiyəm olur ki, hər kəs başa düşsün ki, mən fərqliyəm, mən istifadə eləməyəcəm, elə bir şey yoxdur. Amma hamı cəmiyyətdə ehtiyatlı olmalıdır və ətrafında elə bir uşaqlar varsa uzaq olmalıdır ki, sonradan peşmançılıq